Bu qadağa günahsız insanların ölümünün qarşısını aldı. Samuraylar qədim dövrlərdə yeni bir qılınc hazırladıqdan sonra müharibə olmayan dövrdə onun kəsicilik qabiliyyətini yoxlamaq üçün qəribə üsul tapmışdılar. Tsujigiri adlanan bu metod bizim dildə yolüstü cinayət kimi tərcümə olunur. Adətə görə samuray yeni qılıncı ilə qarşısına çıxan ilk şəxsi ikiyə bölə bilərdi və buna görə heç kim onu cinayətdə ittiham edə bilməzdi. Çünki müharibə zamanı ölkəni qoruyan onlar idi və bu özbaşınalığa dövlət göz yummağa məcbur oldu. Beləliklə, bu qanlı adət 200 il davam etdi. Bir gün samuraylardan biri aralarında elit təbəqənin üzvlərinin də olduğu 6 nəfəri qılıncı ilə yoxladığı üçün onu edam edirlər. Dövlət tsujigiri edən bütün samurayları tapıb öldürür və beləliklə samurayların bu adəti tarixə çevrilir. Mən Asil Mif, birlikdə hər gün öyrənək.